Azərbaycan uğurlu bir dövlət modeli deyil və burada həm müxalifət, hazırki müxalifət, həm də hazırki iqtidar hakimiyyətdə olublar. Yəni Elçi bəy hazırki müxalifətin təmsilçisi olub, həmçinin Əli Kərimli, İsa Qəmbər və digərləri də orada təmsil olunub və onlar hakimiyyəti ötürübdür. Digər bir Yeraz Naxçıvan klanının nümayəndəsinə Heydər Əliyev və daha sonra da onun oğlu hal-hazırda hakimiyyətdədir. Və bu trendlərin hər ikisi səhvdir. Yəni hər iki tərəf səhvdir. Nəyə görə? Bu iki tərəfin heç biri ölkədə nə demokratiya yarada bilib, nə yoxsulluğu aradan qaldıra bilib, nə də ki rüşvətxorluğu aradan qaldıra bilib. Bunların hər üçü, yəni sadalama 3 faktın üçü də genişlənib və ölkədə bizim daha çox etnik problemlərimiz ortaya çıxıb ermənilərlə, talışlarla, ləzgilərlə, türklər qurucu bir qüvvə kimi özünü göstərə bilməyib. Yəni bu cərəyanların hamısı problemlidir və onların bizə nəyisə öyrətməyi ilə razılaşmaq mümkün deyil.